Salam, hörmətli müəllimlər, xoş gördük sizləri. Bugün yeni bir mövzu ilə qarşınızdayım. Bilirsiniz ki, qiymətləndirmə çərçivəsinə yeni mövzular daxil olub. Bunlardan biri də Dr. Norman Webin dərin bilik səviyyələri nəzəriyyəsidir. Biz bu dərin bilik səviyyələrini taksonomiyaları mövzusu, bilik, təfəkkür mövzuları ilə yanaşı öyrənəcəyik və çox güman ki, onlarla birlikdə qarışıq mix testlərlə qarşılaşacağıq. Hal-hazırda mən bu videonu sizə qısa şəkildə, praktik şəkildə, nümunə əsasında oxşar fərqlilikləri göstərərək izah edəcəm. Və əgər istəsəniz, bunun əsasında sizə testlər də təqdim edə bilərəm ki, həm özünüzü yoxlamağınız, həm qarşılıqlı əlaqələri müəyyənləşdirməyiniz üçün. Amma təbii ki, bu sizdən asılıdır. Əgər belə bir istəyiniz olarsa, bildirin, mən mütləq şəkildə sizə dəstək göstərəcəyəm. İndi isə keçək dərsimizə. Deməli, biz dərin bilik səviyyələrini öyrənirik. Əvvəlcə qeyd edək ki, Dr. Norman bu nəzəriyyəni müasir təlim və qiymətləndirmə sistemlərinin əsas nəzəri bazalarından biri kimi təqdim etmişdir. Model tapşırıqların zehni mürəkkəblik dərəcəsini ölçür, söhbət tapşırığın uzunluğundan yox, şagirdin beynində işləyən düşünmə dərəcəsindən gedir. Və bu nəzəriyyə 1997-ci ildə təqdim edilmişdir. Təqdimatın məqsədi isə təlim məqsədlərinin və qiymətləndirmə tapşırıqlarının idrak dərinliyini ölçmək olub. Təbii ki, biz burada idrak sözünü görən kimi ağlımıza idrak taksonomiyası gəlir və Bloom taksonomiyası ilə oxşar fərqli cəhətləri və ya bunun nə əsasla yer alacağı kimi sualları da özü ilə birlikdə doğurur. Ona görə də mən sizə qısa şəkildə bildirəcəm. Bu modelimiz 4 səviyyədən ibarətdir. Birinci səviyyəmiz yadda saxlama və təkrar, ikinci səviyyə bacarıq və anlayış, üçüncü səviyyə strateji düşünmə, dördüncü səviyyə genişləndirilmiş düşünmə və yaradıcı fəaliyyət. Gördüyünüz kimi səviyyələrin öz adlarını ingiliscədə olduğu kimi qeyd etmişəm. Qeyd edeyim ki, bu tip terminlərin Azərbaycan dilinə tərcümə olunmasında bəzən arti, belə deyək də, sözü fərqli şəkildə qeyd eləyə bilir, amma belə deyək, mahiyyət olaraq heç bir dəyişiklik yoxdur. Məsələn, maraq oyatma deyən var, motivasiya deyən var, amma nəticə eynidir, ikisi də motivasiya deməkdir. Bu da eynən onun kimidir. Ona görə qarşısına ingilis dilində də yazdım ki, sizin üçün rahat olsun. Məsələn, genişləndirilmiş düşünmə sinerji kimi də tələffüz edilir. Yəni bu sizdən asılı olan bir şeydir. Birinci səviyyəmiz yadda saxlama və təkrar. Yadda saxlama deyən kimi ağlımıza deklarativ bilik gəlir, xatırlamaq mərhələsi gəlir, məntiqi təfəkkür gəlir. Burada sadə məlumatın xatırlanması, fakt, termin və ya qaydanın olduğu kimi ifadə olunmasını özündə ehtiva eləyir. Əsas biliklərin yoxlanılmasıdır. Yəni bu zaman şagird məlumatı xatırlamalı və təkrarlamalıdır. Açar söz kimi bilmək, xatırlamaq, göstərmək, adlandırmaq və sair nümunə çəkmək olar. Nümunə kimi isə Azərbaycan Respublikasının paytaxtı haradır? Cümlədə feil hansı sözdür? Mətnin əsas ideyasını deyin. Bu tip suallardan istifadə etmək mümkündür. İkinci səviyyəmiz bacarıq və anlayışdır. Artıq burada məlumatı tətbiq etmək, müqayisə etmək, izah etmək və ya əlaqə qurmağı özündə ehtiva edir. Şagirddə analiz və əlaqə yaratmaq üçün məlumatdan müəyyən situasiyalarda istifadə etməyi özündə ehtiva edir. Təbii ki, bunu da deyəndə insanın ağlına ilk gələn konseptual bilik, anlamaq mərhələsi və s. Nəzərdə tutulur. Açar sözlərimiz təsvir et, izah et, niyə, müqayisə et, təşkil et. Nümunələr isə mətnin qəhrəmanlarını müqayisə edin, iki hadisə arasındakı səbəb-nəticə əlaqəsini müəyyən edin, riyazi düsturu bu məsələdə tətbiq edin. Üçüncü səviyyəmiz strateji düşünmədir. Artıq burada bizdən dərin təhlil, arqument qurmayı, problem həlli, bir neçə perspektivdən düşünməyi özündə ehtiva edir və ən əsas üstünlüklərindən biri də burada əsas olan cavab deyil, eyni zamanda cavabı əsaslandıraraq verməsini təmin etməkdir. Açar söz kimi dəyərləndir, əsaslandır, hipotez qur, təhlil et, bunları nəzərdə tutur. Təbii ki, bunu da deyəndə ağlımıza yenə də gələn ilk şey konseptual bilik, dəyərləndirmək, təhlil etmək mərhələləri və tənqidi təfəkkürdür. Nümunə kimi, əgər müəllif hadisəni başqa qəhrəmanın baxış bucağından yazsaydı, nəticə necə dəyişərdi? Bu problemi həll etmək üçün hansı üsul daha səmərəlidir? Fikrinizi əsaslandırın. Tarixi hadisənin ictimai təsirlərini təhlil edin.
Və nəhayət dördüncü genişləndirilmiş düşünmə və yaradıcı fəaliyyət. Burada artıq biz kompleks araşdırmaları nəzərdə tuturuq. Burada layihə, modelləşdirmə, çox addımlı düşünmə, bunlar ehtiva edilir. Burada şagird araşdırmalı, inteqrativ fəaliyyət təşkil etməli və sonda bir məhsul yaratmalıdır, bir nəticə ortaya qoymalıdır. Açar sözlərimi dizayn et, araşdır, sintez et, modelləşdir ki, təbii bu da bizim ağlımıza yaratmaq, yaradıcılıq gətirir, yaratmaq mərhələsini, yaradıcı təfəkkürü gətirir. Nümunə kimi seçilmiş bir sosial problemin həlli üçün layihə planı hazırlayın. Ədəbiyyat və tarix arasında əlaqəni araşdıracaq təqdimat yaradın. Yeni öyrənmə modeli üçün eksperimental tədqiqat planı qurun. Yaxşı, bəs Bloom taksonomiyası ilə biraz əlaqələndirdik, daha yaxşı başa düşək deyə. Fərqləri nələrdir? Baxın, burada qısa şəkildə sizin üçün qeyd etmişəm. Məsələn, səviyyə sahibi yerində 6, digərində 4-dür. Bloom taksonomiyasında əsas məsələ biliyin növüdür, yəni nə öyrədilir, bundan söhbət gedir. Amma Dr. Webb'in modelində idrakin dərinliyi necə öyrədiləcəyindən söhbət gedir. Bloom taksonomiyasında xatırlamaq mərhələsindən yaratmaq mərhələsinə kimi ardıcıllığı özündə ehtiva edir. Digər modelimizdə isə sadədən kompleks idrak prosesinə qədər olan bir prosesi ehtiva edir. Bloom taksonomiyasında məqsəd təlim nəticələrinin təsnifi, digərində isə tapşırığın idrak dərinliyini ölçməyi özündə ehtiva edir. Və mahiyyət olaraq da onu qeyd eləyək ki, birinci səviyyə bilik, fakt, yəni burada şagird xatırlayır, təkrarlayır. İkinci anlamaq, burada əlaqə qurur, izah edir. Üçüncü strateji təhlil əsaslandırır, arqument qurur. Dördüncü sinerji və yaradıcı düşünmə araşdırır, dizayn edir, modelləşdirir. Gəldiyi nümunəyə, nümunə nə deyə bilərik? Məsələn, su dövranı mövzusunu götürək. Birinci səviyyədə su dövranının mərhələlərini sadalayın. İkinci mərhələdə su dövranı ilə hava hadisələri arasında əlaqəni izah edin. Üçüncü mərhələdə iqlim dəyişikliyinin su dövranına təsirini təhlil edin. Dördüncü səviyyədə su dövranı ilə bağlı ekoloji problemlərin həlli üçün layihə hazırlayın. Beləliklə, şagirdin idrak dərəcəsini, yəni nə dərəcədə qavradığını biz öyrənmiş oluruq ki, hansı səviyyədə uşaq suala cavab verərsə, biz onda artıq bilirik ki, dərk etmə hansı səviyyədə həyata keçmişdir. Ümid edirəm sizlər üçün faydalı olmuşdur. Təkrar-təkrar vurğulayıram ki, yəni bu materialı əldə etmək istəsəniz, mənim birbaşa nömrəmlə əlaqə saxlamanız, nömrəni zaten özüm idarə eləyirəm, kifayətdir. Kimliyindən asılı olmayaraq hər kəs əldə eləyə bilər və təkrar deyim ki, əgər siz testlər də görmək istəsəniz, yazın, məlumat verin, biz sizlər üçün testlər də hazırlayaq ki, daha yaxşı öyrənmə formalaşsın. Ümid edirəm sizlər üçün faydalıdır. Dinlədiyiniz üçün təşəkkür edirəm. Gələn görüşlərədək.